Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Qəlbin halları mövzusunda söhbətimizi davam etdiririk. Bu mövzuda zikir başlığı altında danışırdıq. Artıq iki söhbətimizi zikir mövzusuna həsr eləmişik. Zikir barəsində danışmışıq. Zikrin insan qəlbinə təsiri barəsində danışmışıq və Quran-ı Kərimdən zikir haqqında olan bir neçə ayəni qeyd eləmişik. Ən fəzilətli əməl baxımından da əgər biz mövzuya yanaşsaq, ən fəzilətli əməl elə zikirdir. Bütün ibadətlər zikir mənasına gəlir. Yəni hamısı əslində zikirdir. Allahı yad eləməkdir, Allahı xatırlamaqdır. Namaz qılırıq, Allahı yad eləyirik. Əqimus-səlah li-zikri. Namaz qılın, məni yad etmək üçün Allah buyurur. Namazın özü Allahı zikr eləməkdir. Oruç tutursan, Allahı yad eləyirsən, Allahı zikr eləyirsən. Ona görə oruç tutan insana da tövsiyə olunur ki, günah eləməyəsən, qeybət eləməyəsən, günahlardan, hətta məkruhlardan çəkinəsən. Niyə? Çünki qəlb zikir halında olsun, daim zikr eləyəsən, o zikrə mane törədən işlərlə məşğul olmayasan. İbadətlər, əməllər buna xidmət eləyir. Namazdan qeyri vaxtlarda da çalış zikir elə, Allahı yad elə. Bundan gözəl nə ola bilər ki? Mən bir hədis deyəcəm Həzrəti Peyğəmbərdən. Çox maraqlı bir hədisdir. Zikir haqqındadır. Ki, zikir insanı hara aparıb çıxarda bilər, hara çatdıra bilər. Düşüncə haqqında keçən söhbətlərimizdə danışdıq. Düşüncə, təfəkkür eləmək, düşünmək, insanın özü barəsində, yaradılış barəsində düşünmək, Allahın işləri barəsində düşünmək və bir həqiqətə çatmaq ən böyük zikirdir. Ona görə hədislərdə bu qədər düşünmə haqqında, təfəkkür haqqında savablar gəlib. Bir saat oturub düşünmək, təfəkkür eləmək, 70 il ibadətin savabından üstündür, 70 il ibadətdən üstündür. Bu məzmunda hədislər nə qədər var? Bir saat təfəkkür eləmək, düşünmək 60 ilin, 70 ilin ibadətindən üstündür. Bir alimdən soruşurlar, necə ola bilər ki, bir saat düşünmək 70 il ibadətin savabından üstün olsun? 70 il ibadətdən üstün olsun. Cavab verir ki, Hürrün Kərbəlada bir an düşünüb qəflətdən ayılması kimi. Hür bir an Kərbəlada düşündü. Bir an düşündü, özünə baxdı, ətrafına baxdı və qarşısında dayanan şəxsə baxdı. Dedi, mən kimin qarşısında dayanmışam, mən kimə qarşı vuruşuram? İmam Hüseynə qarşı mən döyüşürəm. Peyğəmbər balası, Həzrət Fatimənin övladı. Bunları düşündü və ayıldı, özünə gəldi. Özünə gəldi və sürətlə İmam Hüseyn əleyhissalama doğru gəldi. Və tövbə elədi. İmam Hüseyn əleyhissalam da onu qəbul elədi. Hür bir an düşündü və qəflətdən ayıldı. Bir an düşündü, zikr elədi, təfəkkür elədi və qəflətdən oyandı. Amma yanında olanlar ki var idi, onlar ibadət edirdilər, namaz qılırdılar. Amma qəflət içində idilər. Onların qəlbləri ölmüşdü. Qəflət davamlı olanda, mümkündür insan qəflətdə olsun. Bir çoxlarımızın elə ən böyük dərdimiz, problemimiz budur ki, biz namaz qılırıq, ibadət eləyirik, amma qəflətlə yanaşı. Qəflətimiz də var. Qəflətdən xilas ola bilməmişik. Amma təhlükə hardadır? İnsan qəflətdə ola bilər, amma yanında yaxşılıqlar da eləyir.
namaz qılır, Allahı yad eləyir, yaxşı işlər görür, Əhl-i Beyt məclislərində olur, eyni anda qoymur ki, o qəflət davamlı olsun və qəlbin ölümü ilə nəticələnsin. Qəlb onda ölür ki, qəflət davamlı olsun. Davamlı oldusa, insan başlayacaq axırda günahdan ləzzət almağa. Artıq Allahın sözünü də eşitməyəcək. Hürrün ətrafında olanlar, baxın, ibadət eləyirdilər, namaz qılırdılar, Quran oxuyurdular. Amma qəflətdə idilər. O qəflət davamlı şəkildə getdi. Onları əvvəla qəflətləri o qədər davam elədi, gətirdi onları Kərbəlaya İmam Hüseynlə üz-üzə, saxladı onları və biraz da davam elədi, axırda imam qatili oldular. Artıq onların qəlbləri öldü. Artıq haqqı, həqiqəti eşitmədilər. Və öz işlərindən, cinayətlərindən başladılar ləzzət almağa. Öz günahların, cinayətlərin düz bildilər, haqq bildilər. Qəlb öləndə insan günahdan ləzzət almağa başlayır. Bəzi çox nümunələr var tarixdəki Əhl-i Beytə olan zülmlər, Əhl-i Beyt imamlarına, Abbasilərin Əməvilərin dövründə, Abbasilərin dövründə Əhl-i Beyt əleyhimussalama nə qədər zülmlər eləyiblər, imamlara nə qədər zülmlər eləyiblər. Həccac ibn Yusuf barəsində deyirlər ki, Əhl-i Beyt tərəfdarlarını, seyyidləri öldürməkdən ləzzət alırdı. Yeməyə iştahı olmayanda gətirib bir seyyidin əmr verirdi, bir seyyidin başını kəsirdilər, baxırdı ona, can verməsinə, iştaha gəlirdi. İnsan başlayır günahdan ləzzət almağa. Çünki qəlb ölüb artıq. Günahları, yanlış işləri artıq düz bilir, özün haqq bilir. Bu günahdan ləzzət alır, şad olur. Günahların xatırlayanda şad olur, ləzzət alır. Görün, insan hara qədər gedib çıxa bilir. Qəlb öləndə insan necə bədbəxt olur. Bax, bu nümunələrdə biz görə bilirik bunu. Ona görə də Quran-ı Kərim buyurur, Nəml surəsində 80-ci ayədir. Quran buyurur, İnnəkə lə tusmi'ul məvtə və la tusmi'us summət duaə izə valləv mudbirin. Allah Peyğəmbərə buyurur, şübhəsiz, yəni mümkün deyil, şübhəsiz sən ölülərə eşitdirə bilməzsən. İnnəkə lə tusmi'ul məvtə. Sən ölülərə eşitdirə bilməzsən. Burada ölülərdən məqsəd qəbirsan əhlinə aid deyil. Bəzilərdə bunu aparır, ora yozur. Gecə-gündüz danışır ki, ölüyə Quran oxumaq olmaz, təvəssül eləmək olmaz, heç bir faydası yoxdur. Bu ayəni əsas götürüblər. Amma Həzrət Peyğəmbər Allah buyurur ki, sən la tusmi'ul məvtə, sən ölülərə eşitdirə bilməzsən, yəni qəlbi ölmüşlərə. Qəlbi ki qaralır, artıq xətəməllah əla qulubihim, Allah onların qəlblərinə möhür vurub. Qəlbə ki möhür vuruldu, xətm oldu, yəni xətəməllah, yəni xətm oldu, sona yetdi. Artıq bir yerə çatdırdılar özlərini, xətəməllah, Allah möhür vurdu. Artıq bunların qəlblərində yəni boş yer qalmadı. Artıq hidayətə yer qalmadı. Artıq tövbəyə yer qalmadı. Ona görə buyurur, xətəməllah əla qulubihim. Allah onların qəlblərinə möhür vurub. Artıq qapılar bağlandı. Tövbəyə də yer yoxdur. Mümkün deyil ki, bu insan geri qayıtsın. Özün bədbəxt elədi çünki. Bu insana sən artıq haqqı eşitdirə bilməyəcəksən. Bu insana Allahın ayəsini deyəndə səni məsxirə eləyəcək. Necə ki, Quranda belə nümunələr var. Bir onların qəlbi ölüb, Peyğəmbər, sən şübhəsiz ki, onlara
eşitdirə bilməzsən, haqqı çatdıra bilməzsən, nə qədər ürəyin onlara yansa da, nə qədər onların hidayəti üçün çalışsan da, mümkün deyil ki, onlara eşitdirəsən. Başqa bir ayədə var, Quran buyurur, inşallah o ayələrə toxunacağıq gələn söhbətlərimizdə də, buyurur, əgər ölülər çıxsa onlarla danışsa, mələklər gəlsə onlarla danışsa, onlar mümkün deyil, iman gətirməyəcəklər. Çünki qəlb bağlanıb artıq, hidayət yolların üzlərinə bağlayıblar. Peyğəmbərə də buyurur, İnnəkə lə tusmi'ul məvta. Sən ölülərə eşitdirə bilməzsən, mümkün deyil. Vaxtını hədər yerə sərf eləmə, özünü yorma. Və la tusmi'us summət du'a izə vəlləv mudbirin. Və öz dəvətini üz çevirib dönən karlara çatdıra bilməzsən. Onların qulaqları, qəlbləri artıq bağlanıb, onlar kardılar, eşitməzlər. Kar, yəni fiziki baxımdan qulaqları kar olmayıb, qəlbə aiddir, batini qulaqlarına, gözlərinə aiddir. Onlar kardılar və kordular, sən onlara eşitdirə bilməzsən. Və ma əntə bihədil umyi ən dəlalətihim. Sonra buyurur, sən o kör qəlbliləri azğınlıqdan düz yola gətirən deyilsən. Sonra buyurur, İn tusmi'u illə mən yu'minu bi ayatina fəhum muslimun. Sən iman gətirənlərə eşitdirə bilərsən. Onlar elə buna görə təslimdilər. İman gətirənlərə eşitdirə bilərsən. Yəni, qəlblərin kör etməyənlərə, qulaqların kar etməyənlərə, qəlb gözlərini, batini qulaqlarını kör etməyənlərə, özlərini mənəvi baxımdan öldürməyənlərə, fitrətlərini az da olsa təmiz saxlayanlara sən eşitdirə bilərsən. Hidayət olmağa qabiliyyəti qalan insanlara, ləyaqəti qalan insanlara, potensialı qalan insanlara eşitdirə bilərsən. Amma bu istedadları, bu bacarıqların hamısını öldürüb, məhv eləyən insanlara Peyğəmbərə buyurur, özünü yorma, mümkün deyil, sən onlara eşitdirə bilməyəcəksən. Qəlb necə diri qalsın? Baxın, bu ayələrdən danışacağıq, növbəti söhbətlərimizdə də danışacağıq. Qəlbin hallarından danışırıq. Qəlbin halları, biri var, qəlb diri qalsın, biri var, qəlb ölsün, biri var, qəflətli olsun, biri var, qəlb ayıq olsun. Qəflət əgər davamlı olarsa, dedik ki, qəlbin ölümünə aparıb çıxaracaq. Qəflət, hələ qəlbin ölməsi tamamilə o qapıların bağlanması demək deyil. Qəflət, əgər davamlı olarsa, qəlbin ölməsinə aparıb çıxara bilər. Qəlbi necə dirildək? Bu qəfləti necə aradan aparaq? Qəflətdən necə canımızı qurtaraq? Qəflət olsa da necə eləyək ki, o davamlı olaraq sürətlə bizi ölümə aparmasın? Yolu zikirdir. Yolu zikirdən keçir. Allahı yad eləməkdən. Daim insanın dili zikir halında olsun, qəlbi zikir halında olsun, düşüncəsi Allahla olsun, uca yerlərə bağlansın düşüncəsi. Həzrət Əleyhisselam Nəhcül Bəlağədə təqvalılar haqqında danışır, möminlər haqqında danışır. Və sahibud dunya bi'abdanin, bədənləri ilə dünyada yaşayırlar. Ərvahuha muallaqatun bil mahallil a'la, ruhları çox uca yerlərə bağlanıb. Bədənləri ilə dünyada yaşayırlar, ruhları uca yerlərə bağlanıb. Onların düşüncəsi çox uca yerlərdədir. Şeytan onlara yaxın gələ bilmir. Şeytan onlara nəyisə zinətləndirib, bəzəyib, gözəlləşdirib təqdim eləyə bilmir. Çünki onların düşüncəsi yerdə deyil, yuxarı aləmlərdədir. Yuxarı aləmlərdədir. Zinətlər
Yerdə olan zinətlər, Quran buyurur, yerin zinətən ləha, yerin özü üçündür. Bunların ki, düşüncələri uca məqamlardadır, o zinətlər bunların başını aldada bilmir. Bunların düşüncələri, fikirləri, zikirləri uca yerlərdədir. Ərvahuha muallaqatun bil mahallil a'la, ruhları uca yerə bağlanıb. Sonra buyurur, onlar Allahın yer üzündə xəlifələridirlər. İnsanları Allahın dininə dəvət edirlər. Sonra buyurur, şauqan ila ru'yatihim. Buyurur, çəkir əleyhissalam. Deyir, onları görməyə mənim necə şövqüm var, necə istəyirəm onları görüm, bu bəndələri. Çünki fikirləri uca yerdədir. Eşidibsiz o məşhur hədisi, əleyhissalam bir dostu haqqında danışır, onu vəsf eləyəndə buyurur ki, onu mənim gözümdə böyüdən, dünyanın onun gözündə kiçikliyi idi. Dünya o qədər onun gözündə kiçilmişdi, onun bu xüsusiyyəti səbəb olmuşdu ki, həmin o dostu əleyhissalamın gözündə böyümüşdü. Qarının bu insana gücü çatmırdı, nəfsin bu insana gücü çatmırdı, şəhvəti bu insana gücü çatmırdı. Çünki qəlb diridir, qəflətdə deyil. Qəflətdən ayılmağın ən mühüm yolu zikirdir. Qəlbin, dilin zikir halında olsun. Dil zikri kömək eləyir ki, insanın qəlbi ayıq qalsın, qəflətə düşməsin. Nəhayətdə insan bir yerə çatar ki, qəlbi zikir halında olsun. Amma bura gedib çatana qədər də dil zikri insana bu işdə kömək eləyir. Allahı çox zikr eləmək, yad eləmək. Bir nəfər Həzrət Peyğəmbərdən soruşdu, dedi, necə eləyim, ya Rəsulallah, Allah yanında üstün bəndə olum, hörmətli bəndə olum, Allahın məhəbbəti mənə şamil olsun. Peyğəmbər bir yol dedi. Bir yol dedi ki, Allahın məhəbbətinə çatmaq üçün açardı, Allaha yaxınlaşmaq üçün açardı. Həzrət Peyğəmbər buyurdu, fəəksir zikrəllah. Allahı çox zikr elə, Allahı çox yad elə. Təkun əxəssəl ibad iləllah. Allahı çox zikr elə ki, Allah yanında xüsusi bəndələrdən olasan. Yol istədi, necə eləyim Allah yanında xüsusi bəndələrdən olum? Uca məqama çatım Allah yanında. Peyğəmbər buyurdu, əksir zikrəllah. Allahı çox zikr elə, təkun əxəssəl ibad iləllah. Allah yanında Allaha ən yaxın bəndə olasan, xüsusi bəndələrdən olasan Allah yanında. Zikirdən keçir. Zikr eləyirsən, qəlbin diri qalır. Zikr eləyirsən, Allah daim sənin yanında olur, yadında olur və Allah da səni zikr eləyir. Fəzkuruni əzkurukum, məni yad eləyim, mən də sizi yad eləyim. Çox yad eləyirsən, çox zikr eləyirsən, Allah öz öhdəsinə götürür səni. Allah öz öhdəsinə götürür. Başlayır, deyir, onun bəndəmin danışan dili mən olaram, görən gözü mən olaram, eşidən qulağı mən olaram. Həyatım öz öhdəmə götürərəm. Bu zikirdən keçir, Allaha yaxınlaşmaq cəhdi. İnsan cəhd eləməlidir, çalışmalıdır və qətiyyətli olmalıdır. Əgər hidayətdə insan qətiyyətli olsa, qərarlı olsa, davamlı olsa, Allah öz öhdəsinə götürəcək, özü kömək eləyəcək. Çünki Quran buyurur, kim bizim yolumuzda cəhd eləsə, çalışsa, biz onu hidayətə çatdırarıq. Allah bizdə qətiyyət görsün, davamlılıq görsün və onda görərik ki, həyatımızı öz öhdəsinə götürüb, özü idarə eləyir artıq. Və insan həqiqətən də elə bunun üçün yaranıb ki, Allah görən gözümüz Allah olsun, danışan dilimiz Allah olsun. Allahla yaşayaq, Allah iyi verək, sibğətəllah, Allah rənginə boyanaq. Bu zikirdən keçir, ən asan yolu budur.
Peyğəmbər buyurur, ən tənbəl adam o adamdır ki, zikr etməyə də tənbəllik eləyir. Bir hərəkət eləmirsən, bir iş görmürsən, əziyyət çəkmirsən, heç olmasa dilin hərəkət eləsin, dilinlə zikr elə, Allahı yad elə. Belə hədislər çoxdur. Məsələn, kim 100 dəfə la ilahə illallah desə, o gün ən yaxşı bəndədir. O günün ən uğurlu insanı o şəxsdir. Buna da tənbəllik eləməyək. Çalışaq, cəhd eləyək, Allahı yad eləyək, zikr eləyək, zikirlərə önəm verək. İnsan hər günün öz zikirləri var. O zikirləri öyrənsin, gün ərzində onları desin. Xüsusi zikirlər öyrənsin. Məsumlardan olan zikirlərə diqqət eləsin. O zikirləri həyatına gətirsin, dilinin əzbəri eləsin. Və yavaş-yavaş insanda o təmizlənmə prosesi başlayacaq. İnsan o paklıq mərhələsinə qədəm qoyacaq. Və belə olanda insanın qəfləti davamlı olmayacaq. Davamlı olmayacaq. Davamlı olarsa təhlükəlidir insan üçün. İnsan qəflətdə olsa da, amma davamlı olaraq bu zikirləri eləməklə o qəflətini aradan aparacaq. Qoymayacaq qəlbi ölsün. Belə olanda insan Allahın ayəsini eşidəndə ləzzət alacaq. İnsan Allahın ayəsini eşidəndə imanı çoxalacaq. Zadəthum imanən. Onların imanları çoxalar. Ayələrimiz onlara oxunanda, ayələrimizi eşidəndə imanları çoxalar. Bu nə vaxt ola bilər? İnsan zikrə vərdiş eləsin. Allahın sözünə, pak kəlmələrinə vərdiş eləsin. Qəlbi onunla döyünsün. Allahın zikri ilə, Allahın ayələri ilə döyünsün. Belə olanda həqiqətən də insan Allahın ayələrini eşidəndə ləzzət alacaq, imanı çoxalacaq, qəlbi əsəcək, şövqə gələcək insan. Allah bu işdə bizləri müvəffəq eləsin. Həqiqətən də Allahdan bunu istəyək. Allahdan istəyək, ilahi, sənin zikrin, səni zikr etməyin, zikrüvün şirinliyin mənə dadızdır. Gözəl duadır. Allah bizləri bu işdə müvəffəq eləsin. Bizləri zikr əhlindən qərar versin inşallah. Allahın zikri ilə, yadı ilə qəlbi daim diri qalan, diri olan bəndələrdən bizləri qərar versin inşallah. Söhbətimizi davam etdirəcəyik. Quran ayələrindən də inşallah növbəti söhbətlərimizdə, mövzularımızda istifadə eləyərək, qəlb haqqında olan ayələrə müraciət eləyərək söhbətimizi davam etdirəcəyik inşallah və qəlbin xəstəlikləri haqqında da xüsusi olaraq inşallah danışacağıq. Mövzumuz yekun olaraq zikr haqqındadır. Sözümüzün canı bu oldu ki, davamlı olaraq insanın zikr etməsi, zikr halında olması insanı davamlı qəflətdən qurtarar. O davamlı qəflət ki, axırda qəlbin ölümünə səbəb olar. Allah bizləri zikr əhlindən qərar versin inşallah. Bugünkü söhbətimiz də bu qədər. Növbəti söhbətlərimizdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.